Salam əziz ovçular, balıqçılar, kanalımızın abunəçiləri, abunə olmayanları da salamlayıram və kanala abunə olmağa dəvət edirəm. Bu çətin bir proses deyil, sadəcə bir kliklə bizim kanala abunə ola bilərsiniz və daimi olaraq yeni videolarımızdan xəbərdar olmuş olacaqsınız. Mən Cavid Cavadov, bugün sizə silahlar haqqında çox qısa bir məlumat xarakterli video çəkirəm, yəni abzor deyək buna. Ümumiyyətlə silah seçərkən, silah alarkən nələrə diqqət etmək lazımdır? Siz uzun ömürlü bir silah əldə etmək istəyirsiniz, yoxsa ki 1-2 illik, ildə bir dəfə ova gedəcəksiniz, buna görə silah əldə edirsiniz? Heyvan ovu üçün silah əldə edirsiniz, yoxsa ki quş ovu üçün silah əldə edirsiniz? Bu haqda çox qısa bir məlumat verəcəm. Yeni ovçu olmaq istəyənlər də var ki, bu vaxta qədər heç silahı olmayıb, bir silah əldə edib ova getmək istəyir, yeni həvəslənir və s. və axır. Və ya uzun illərdir ovçuluqla məşğul olanlar var, amma dədə-babadan qalmış silahlardan istifadə edirlər. Bu haqda da qısa bir ötəri danışacağıq. Silah alarkən universal bir silah istəyirsiniz. Bunun üçün qoşulülə daha yaxşıdır, yoxsa ki yarı avtomatik 5 atlan dediyimiz daha yaxşıdır. Bu haqda da qısa bir üstündən keçəcəyik, belə deyək. Mümkün qədər çalışacağım video çox uzun olmasın, amma bir məlumat əldə etmiş olasınız bu videoya baxmaqla. Getdik. Deməli yoldaşlar, ümumiyyətlə universal bir silah istəyirsinizsə, bu yarı avtomatik bir silah olmalıdır. Nə üçün? Qoşulülə hər hansısa ovlarda sizə yardımcı ola bilər, amma mənim bu şəxsi prizmamdan danışıram, yəni subyektiv fikrimdir. Qoşulülə ilə siz istədiyiniz qramajda patronu ata bilmirsiniz. Çünki qoşulülənin beynəlxalq olaraq bütün dünyada ata biləcəyi limiti var, yəni qramaj limiti var. Bu komfortlu qramaj limiti qoşulülə üçün maksimum 30 qramdır, qırmızı xət artıq 32 qramdır. Yəni 34 qramla atdıqda, yəqin ki, hər biriniz şahid olmuşsunuz, əsasən də regionlarımızda bir çox ovçuların silahları, yəni qoşulülə silahları izolentlə bağlanıb. Bu nəyə görədir? Çünki qoşulülə bir top kimidir. Atış zamanı heç bir amortizasiya sistemi yoxdur. Ona görə bütün güc, bütün rus dilində desək naqruzka çiyinlik qundağa düşür. Və ağır qramaj patron atdıqda həmin çiyinlik qundaqda çatlar əmələ gəlir. Əlbəttə ki, silah sıradan çıxır. Əsasən də özümüz doldurduğumuz patronlardan istifadə etdikdə qramı artıq qoyuruq ki, biraz kəsəri daha yaxşı olsun. Nəticədə silah əldən düşür. Yəni silah yararsız hala gəlib çıxır. Amma yarı avtomatik silahlarda belə bir limitimiz yoxdur. Hətta əgər keyfiyyətli silah istifadə ediriksə, hətta 40-45 qramlıq patronlardan belə istifadə edə bilərik. Düzdür, komfortlu ov üçün, istər heyvan ovu olsun, istər quş ovu olsun, 40 qramlıq patrona heç ehtiyac da yoxdur. Standart olaraq 32, 34, maksimum 36 qramlıq patronlardan istifadə olunur. Amma yenə də ağır qramaj, yüksək təpməni hiss etmək istəyən ovçular var ki, 40 qramlıq patronlardan istifadə edir. Bu qoşulülədə qeyri-mümkündür. Yalnız 5 atılanlarda, yəni yarı avtomatik silahlarda bu qramajlı patronları ata bilirsiniz. Yarı avtomatik silahlar isə iki hissəyə ayrılır. Yəni artıq təcrübəli ovçular bunu bilirlər, yeni başlayanlar üçün bir informasiya olsun. İki hissəyə ayrılır. Bu qazatvod sistemidir və inersiya sistemidir. İnersiya sisteminə bəzən kinetik sistem də deyirlər. Bunların fərqi ondan ibarətdir ki, qazatvod sistemində patronda olan qazın gücünə növbəti patron mağazindən, yəni daraqdan gəlir lüləyə, hazır vəziyyətə gəlir. İnersiya sistemində isə belə bir qaz itkisi yoxdur və məsələn, bəzi silahlarda arxa qundaqlıqdadır, bəzi silahlarda bala qundaqdadır həmin inersiya sistemi. Yəni təpmə gücünə həmin bu dövrüyə gedir.
Çox uzun-uzadı danışmaq istəmirəm, amma qısa bir məlumatınız olsun istədim. Həm qazatvod sistemin, həm inersiya sistemin müsbət və mənfi tərəfləri var. Qazatvod sistemin mən subyektiv fikrimdir, müsbət deməzdim, amma bəzi hallarda olur ki, ovçuların işinə yarayır. Müsbət tərəfi odur ki, istənilən bir halda silahı necə tutmağınızdan asılı olmayaraq atacaq və növbəti patronu daraqdan lüləyə ötürəcək. Amma inersiya sistemində lülədəki patronu atacaq və bu halda tutmusunuzsa tüfəngi, növbəti patronu lüləyə ötürməyəcək. Mütləq ki, silah çiyninizdə olmalıdır ki, çünki qundağdan təpmə qüvvəsini götürür və növbəti patronu lüləyə ötürür. Yalnız o halda növbəti patronu ata bilirsiniz. Şəxsən mənim üçün bu inersiya sistemində müsbət bir haldır. Çünki təhlükəsizlik qaydalarına da ziddir. Necə gəldi atmaq. Və inersiya sistemində siz bunu istəsəz belə alınmayacaq. Amma qazatvod sistemdə hansı halda olursa olsun silah ata bilir. Bəli, regionlarda, meşə şəraitində, kolluq şəraitində ov edənlər bildirirlər ki, inersiya bizim işimizə yaramır. Çünki elə bir hal olur ki, biz uzanan yerdə atış etməli oluruq. Onlar üçün bu müsbət haldır qazatvodun. Amma mən düşünürəm ki, kolluqda yoldaşınız da yanınızda sürünə-sürünə gedirsinizsə, qazatvod istənilən bir vəziyyətdə ata bilər, amma inersiya atıb kiməsə xəsarət yetirməyəcək. Yəni, belə bir fərqi var. Bundan başqa, qazatvod sistemdə, bala qundağın içində porşen, purjun və s. olduğuna görə silahın çəkisi daha ağır olur və bala qundaq daha enli olur, yəni qalın olur. O da biraz ələ yatımlılıq deyil. İnersiyada isə bu hissədə heç nə olmur deyə, yəni porşen falan olmur, yalnız daraq olur, yəni maqazin olur. Ona görə mənim fikrimcə daha ələ yatımlıdır və çəkisi daha yüngüldür. Həmçinin təmizləmə prosesində də inersiya sistemli silahların təmizlənmə prosesi daha rahatdır, nəinki qazatvod sistemidir. Qazatvod sistemində purjunu sökürsünüz, porşeni sökürsünüz, mütləq hər ovdan sonra, çünki lülədə maqazinə keçən dəlik var, o təmizlənməlidir. Təmizlənməsə, oranı naqar tutsa, bilirsiniz ki, patron açılanda hər bir patronda naqar olur, yəni barıt alışması varsa naqar da olacaq. Həmin dəliyi tutsa, artıq ilişmələr baş verir, növbəti ovlarda silah sizi darda qoya bilər. Amma inersiyada bu problem yoxdur. İnersiyada siz sezonda bir dəfə və ya iki dəfə də təmizləyə bilərsiniz silahı. Silahı da təmizləyəndə yalnız lülə hissəni təmizləyirsiniz. Bununla da qutardı getdi. Yəni o qədər də əziyyətli bir proses deyil. Mütləq ki, hər ovdan sonra təmizləməyə də ehtiyac yoxdur. Bəli, yağışlı havada, nəmişlik havada ov etmişsinizsə mütləq məsləhətdir ki, təmizləyəsiniz. Bu sizin silahınızı uzun ömürlü edəcək. Amma növbəti ovda ilişər deyə mən bunu təmizləyim. İnersiyada belə bir problem yoxdur. Amma qazatvodda var. Ona görə şəxsən mənim seçimim inersiya sistemidir. Çünki mən zaten necə gəldi atmıram. Yalnız çiynimə dayayıb silahı atıram. Qaldı ki, ikinci bir məsələ. İkinci bir məsələ nədir? Bəzən ovçular deyir ki, getdim filan silahı aldım. Amma yəni məni darda qoydu, müəyyən müddət işlədi, sonra problemlər yarandı və s. Bu cür buna bənzər problemlər yaşamamaq üçün silah alanda biraz düşünmək lazımdır, biraz diqqət yetirmək lazımdır. Aldığınız silah hansı markadır, hansı keyfiyyətdədir, hansı qiymətədir və s. Ona görə daha keyfiyyətli silahlar əldə etmək daha məsləhətdir. Düzdür, hər büdcəyə uyğun silahlar var və aşağı büdcəyə olan silahlardan da keyfiyyətliləri də var. Mən demirəm keyfiyyətsizdirlər. Yaxşı keyfiyyətliləri də var. Amma yenə də markalar boş-boşuna qiymət fərqləri ilə satışa buraxılmır. Bunu nəzərə alın. Eyni qaydada bu avtomobillərə də aiddir, silahlara da aiddir, geyimə də aiddir. Necə ki, qiymət yüksəldikcə keyfiyyət yüksəlir, eləcə də bu amil silahlara da aiddir. Və əsla bəzən olur, yoldaşlar yazırlar və ya zəng edib deyirlər ki, mənə müəyyən bir büdcə deyirlər, bu qiymətə ən yaxşı silah nəyi məsləhət görərsiniz? Əzizlərim, elə bil ki, məndən söz almaq istəyirlər. Ki, təki mən deyim ki, hə, bu aşağı qiymətədir, amma ən yaxşı silahdır. Mən o yalanı danışa bilmirəm və heç kimə də məsləhət görmürəm. Əgər orta qiymətə qarşında olan silahlar varsa, çox da bahalı da deyil, çox ucuz da deyil, orta qiymətdir.
Azərbaycan bazarı üçün. Orta qiymətə bu silahlar varsa və bundan 2 dəfə ucuz və ya 1,5 dəfə ucuz olan silah necə bu silahdan daha yaxşı ola bilər? Yəni bu mümkün deyil. Ona görə o sözü məndən almağa çalışmayın ki, ucuzluq bir silaha deyim ki, ən yaxşısıdır. Mən bunu deməyəcəm. Heç vaxt da deməmişəm. Digər bir məsələyə gəldikdə, mənim videolarımı izləsəz, heç bir videomda istər köhnə YouTube kanalımda olsun, istər yeni kanalımda olsun, hər hansısa bir markanı pisləməmişəm. Yəni mağazada olan və ya olmayan heç bir markanı bu vaxta qədər pisləməmişəm. Çünki hər bir silahın əlbəttə ki, öz özəllikləri var. Amma marka ilə markanı, model ilə modeli müqayisə edəndə çalışın ki, eyni segmentdə olan bir modelləri müqayisə edəsiniz. Fərqli segmentdə olan modelləri müqayisə etmək düzgün deyil. Məsələn, qarşımda olan silahlardan, vitrində də görürsünüz silahlar var. Bu silahlardan müqayisə etsək, mən bugün deyim ki, Dərya Arms'ın hər hansısa bir 5 atlanını, Huglu Arms'ın, Huglu markasının Renovası ilə mən müqayisə etsəm, burada böyük bir yanlış etmiş olacağım. Çünki fərqli segmentdə olan silahlardır. Tamamilə fərqli segmentdir. Və ya Şafak Arms'ı Aselcon'la müqayisə etsəm, yenə də böyük bir yanlışlığa yol vermiş olacağım. Çünki tamamilə fərqli segmentdə. Eyni qaydada digər markalara da bu aiddir. Yəni, əgər mən müqayisə edirəmsə, mən bugünkü gündə Huglu Renova ilə Aselcon Redstone'u müqayisə edə bilərəm. Bəli. Çünki sistem də eynidir, marka keyfiyyəti olaraq da demək olar ki, eyni səviyyədədir və qiymət baxımından da eyni səviyyədə olan marka və modellərdir. Bəli, bunları müqayisə etmək olar. Hansı daha yaxşıdır, bunların arasında seçim edib əldə etmək olar. Və ya Stoger M3500. Stoger M3500-ü də bu komandaya aid edib müqayisə etmək olar. Amma daha aşağı segmentdə olan bir silahları Stoger'la, Aselcon'la və ya Huglu Renova ilə müqayisə etmək bu özü bir yanlışlıqdır. Siz heç bir belə finişə gəlib çıxa bilməyəcəksiniz ki, hansı silah alasınız. Çünki həm qiymət fərqləri var, həm mexanizm fərqləri var, həm marka fərqləri var və s. bir çox fərqlər var. Biz hamısını açıb indi incələsək, biraz çox zaman almış olacaq. Huglu Renova'nın hal-hazırda bir neçə rəng və çeşiddə təklifləri var. Huglu Renova mebel qundaq var. Gördüyünüz kimi qoz ağacından həm 71, həm 76 lülə. Huglu Renova Max 5 kamuflaj var. Plastik qundaq 76 lülə. Həmçinin digər sintetik qara var və anakon rəngi var. Yəni ilan dərisi rəngi var. O da plastikli kamuflajdır. Sual verilir çox hallarda. Mebel qundaq daha yaxşıdır, yoxsa plastik kamuflaj daha yaxşıdır? Yəni bu iki seçim arasında qalır bəzən ovçular. Hər birinin yenə dediyim kimi öz özəlliyi var və biraz da zövqə bağlı bir məsələdir. Çünki bəzi ovçular plastik kamuflaj rəngə silaha biraz oyuncaq kimi baxır. Deyir ki, bu oyuncağa oxşuyur, silaha oxşamır. Amma bəzi ovçular görünüşə deyil, onun təyinatına, funksionallığına daha çox önəm verir. Bəli, adət etmişik dədə-babadan, silah varsa bu mütləq ki, qoz ağacı olmalıdır, mebel rəngi olmalıdır ki, bu silaha oxşasın. Bu deyimlərə özəl yer verənlər əlbəttə ki, mebel qundağı seçir. Amma funksionallıq baxımından yenə deyirəm də, yəni mənim bugün dediklərim, bu video dediklərim mənim subyektiv fikrimdir. Məsələn, mən özüm Huglu Renova istifadə edirəm, məhz Max 5 istifadə edirəm plastik. Çünki nə üçün? Plastikdir, mənim fikrimcə oyuncağa da oxşamır, artıq müasir bir görünüşü var. Yağışdan, nəmişlik havadan qorunması var, çünki üstündə kamuflaj qatı var. Yəni, mənə görə daha praktikdir, funksionaldır. Müəyyən zasitkalarda oturanda formamla o qədər də seçilmir və heyvanı, quşu hürkütmür. Yenə deyirəm, bu artıq seçim qara, kamuflaj və ya mebel qundaq, bu artıq biraz zövqə bağlı məsələdir.
Huglu Renova artıq illərdir, tək Azərbaycanda yox, həmçinin Türkiyədə, Belarusiyada, Rusiyada, Ukraynada, Avropa ölkələrində artıq illərdir ki, özünü təsdiqləmiş bir markadır, bir modeldir və bugün də aktualdır, bir çox ovçuların seçimidir. Çünki praktikdir, çəkisi ağır deyil, daşınması rahatdır, ilişdirmə problemi yoxdur, sürətli bir mexanizmdir. 20 qramdan 45 qrama qədər problemsiz bu silah atır. Hansı ki, qeyd edim ki, bir çox silahlar 28 qramda artıq ilişdirməyə başlayır. Amma Huglu Renova nəinki 28, 26, 24, hətta 20 qramda belə, mən bunun test atışlarını da etmişdim, videomda paylaşmışdım. 20 qramı belə çox rahatlıqla atır. Hətta bəzi ovçular bildirirlər ki, heç bir silah 24 qramlıq patrondan sonra 32 qramlıq patronu ata bilmir. 5 patron 24 qram qoysaq atacaq, amma 24 qramdan sonra 32 qramlıq, yəni yüngüldən ağıra keçid etdikdə silah ilişdirir. Mən onu da test etmişəm bu silahla. Yəni 5 dənə koktel deyirik də biz. 5 dənə fərqli qramajda patronlar qoymuşam və problemsiz atır. Yəni bu silahda ilişdirmə problemi olmur. Yəni bilirsiniz, texnikadır. 1000 dənədən birində nəsə müəyyən bir problem çıxa bilər. Onu da ki, aldığınız mağaza həll edir. Çünki bu silahlar zəmanətli şəkildə satışa çıxarılır. O baxımdan bir problem yaşamırsın. Amma yəni yenə deyirəm də 1000-dən bəlkə birində olar. O da çox nadir hallarda. Amma belə problemsiz tank kimi işləyən silahdır. Yəni yeni silah əldə etmək istəyənlərə məsləhət görürəm ki, əgər büdcəniz çatmırsa, biraz səbr edib 1 ay, 2 ay dözüb o büdcəni düzəldib daha keyfiyyətli silah almaq daha məsləhətdir. Ondan başqa Aselkon markası Türkiyədə çox tanınan bir markadır və hətta eksporta böyük bir sayda satışa çıxarılan bir markadır Aselkon. Artıq özünü təsdiqləmiş bir markadır. Aselkon Redstone və Aselkon Intel. Bunun da bir çox rəngləri var, rəng çeşidləri var. Mebel qundaq var, yenə dediyim kimi qoz ağacından. Kamuflaj rəngi var, plastik qundaq və görünüşə önəm verən, belə samballı görünüşə önəm verənlər üçün mebel qundaq və üstü küp hissəsi gümüşü naxışlı, yəni işləməli bir modeli də var. Yəni bu modelləri hər birinin öz sevəni var. Hər bir rəngin, hər bir modelin zövqündə olan insanlar var. Hər biri də ayrı-ayrılıqda deyərdim ki, gözəldir. Bu artıq zövqə bağlı məsələdir. Aselkon da inersiya sistemidir, yəni kinetik təpmə sistemi deyirlər, hər kəs fərqli deyir. Və 4+1 maqazin tutumu var, 12 kalibrdir, eyni qaydada Renova kimi. Keyfiyyətli bir markadır, zəmanətli bir markadır və özünü təsdiqləmiş bir markadır. Silah əldə etməmişdən öncə internetdə bir daxil olun, həmin silah haqqında, həmin marka və model haqqında videoları izləyin, rəylərə baxın, görün o silahı almağa dəyərmi, dəyməzmi? Bu silahlar haqqında mən tam arxayın deyə bilərəm ki, interneti bir həftədə axtarsaz, hər hansısa bir mənfi bir şərh görməyəcəksiniz bu silahlar haqqında. Belə yoldaşlar, ətraflı məlumat almaq istəsəz, silah seçimində köməyə ehtiyacınız olsa, hər hansı bir suallarınız olsa, gördüyünüz nömrəyə, WhatsApp-a yaza bilərsiniz. Mən mümkün qədər sizə yardımcı olmağa çalışaram. Hələlik ovlarda görüşərik inşallah. Sağ olun.